Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Salamlayıram sizi, dəyərli tamaşaçılar. Ramazan ayının 22-ci günündə, hansı ki bu gözəl və mübarək gündə artıq sonuncu əhya axşamına təsadüf edir. İnşallah ki bu mübarək gündəki daha çox alimlərimiz, daha çox mənbələrdə yəni işarə olunur ki, çox ehtimal var ki, məhz Quran bu gecədə nazil olubdur. Çalışaq ki, möminləri də öz dualarımızdan məhrum etməyək. Və təəssüflər olsun ki, artıq Ramazan ayının son günlərinə doğru gedirik və bahar fəslinə təsadüf edir. Bu günlərdə yəni ki, həm Novruzun gəlişi, həm bahar fəsli, həm Qədr axşamının olması özü insana bir çox yəni işarələr verir. İnsan istəsə bu gözəl günlərdən çox yaxşı istifadə edə bilər. Və bu Ramazan ayının 22-ci günündə mən Qurani-Kərimin 22-ci cüzündən olan yenə də Əhzab surəsində olan gözəl bir ayədən danışacağam. Hansı ki, ötən gündə də mən Əhzab surəsindən bir ayə qeyd etmişdim və işarə etmişdim ki, Əhzab surəsində hicabla bağlı olan ayə də var ki, Allah Taala hicabı sifariş edir. Peyğəmbərə əmr edir ki, möminlərə də onun sözünü çatdırsın. Əhzab surəsi ayə 59 məhz elə həmin ayədir ki, orada Allah Taala hicaba işarə edir və qadınların özünü qorumasına işarə edir. Gəlin bu ayəni bahəm oxuyaq və bu ayədəki nöqtələri inşallah ki qeyd edək. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ya eyyuhan nebi qul li azvacike ve banatike ve nisa'il mu'minine yudnine aleyhinne min celabibihinne zalike adna en yu'rafna fela yu'zayna. Əlbəttə, ayənin ardı da var, axırda Allahın bağışlayan və rəhimli olmasına işarə edir. Amma məhz hicabla bağlı olan qisməti, hissəsi oxuduğum qədərilə idi. Və burada Əhzab surəsi ayə 59-da Allah Taala görək bizə nə buyurur? Deyir, ey Peyğəmbər, öz zövcələrinə və qızlarına və möminlərin zövcələrinə de ki, örpəklərini örtsünlər. Onlara bürünsünlər və yaxud boyun, boğaz, sinə, qolları və qıçlarını örtsünlər. Bu iş onların hicab və iffətlə tanınması, nadürüstlərin onlara əziyyət verməməsi, incitməməsi üçün daha münasibdir, daha uyğundur. Baxın, ayədə Peyğəmbərə müraciət olunur ki, Peyğəmbərin xanımları, Peyğəmbərin qızları və möminlərin zövcələrinə deyilsin ki, öz örpəklərini örtsünlər, ona bürünsünlər. Cəlabib sözü işlənib ki, cəlabib sözü özü kamil hicabın bir növüdür ki, bugün də hətta biz cilbab adı ilə kamil hicab növləri ilə rastlaşırıq. Yəni bir neçə hissədən ibarət olan və hətta çadıra şəklində olan hicab növləri ilə rastlaşırıq ki, məhz bu Quran-Kərimdən götürülür və Quranın sifariş etdiyi libas növüdür, geyim növüdür. Yəni özlərini kamil surətdə örtsünlər. Amma illəti nədir? Ayənin özündə illətə işarə olunur. Yəni deyir ki, bu onların hicabla, iffətlə digər şəxslərdən fərqlənərək tanınması üçün və eyni zamanda nadürüst və belə deyək ki, xəstəliyi olan şəxslər ki, hansı ki, qadınlara məsələn həssasdırlar, başqa nəzərlə baxırlar, nadürüstlərin onlara əziyyət verməməsi, incitməməsi üçün daha münasibdir, daha uyğundur. Və tarixdə də mən istəmirəm çox təfsirə doğru gedim və tarixə işarə edeyim. Tarixdə hadisəsi də qeyd olunub ki, möminlərin xanımları yol gedərkən bəzən hansısa şəxslər tərəfindən əziyyət olunurdular, halbuki onlar müsəlman idilər və müsəlmanların xanımları məhz başqalarının pis nəzərləri ilə üz-üzə gəlirdilər və hətta günah niyyəti ilə baxan şəxs olur ki, tarixdə
yəni qadına baxdığı üçün harasa toqquşur və əzilir və daha sonra bu hadisədən sonra Peyğəmbərə ayə nazil olur və ayədə də işarə olunur ki, məhz müsəlman və mömin xanımlar öz geyimlərinə diqqət etsinlər, özlərini örtsünlər naməhrəmdən ki, naməhrəm tərəfindən pis baxışlara, çirkin baxışlara tuş gəlməsinlər, əziyyət olub incidilməsinlər. Bəs deməli, hicabın birinci yəni faydası budur ki, pis baxışlardan insan qorunur. Yəni qadın pis və çirkab dolu baxışlardan qorunur. İkincisi, insanın öz aramlığı üçün çox faydaları var hicabın. Bu bir tək yəni İslamda yox, eyni zamanda hətta yəni başqa dinlərdə də hicabın vücudu var. Hicab var başqa dinlərdə də. Və tarix boyu da qadınlarda örpək olubdur. Lakin İslamda bu daha kamil şəkildə özünü büruzə verir, daha kamil şəkildə özünü göstərir. Və Quranda hətta yəni başqa ayələrdə də hicab barədə vurğulanıbdır. Həddi, hüdudu, davranış tərzi, hətta qadının danışıq tərzinə işarə olunubdur. Amma bugünkü bəhsimiz məhz Əhzab surəsi ilə bağlıdır deyə, yəni insanın, qadının öz aramlığı üçün Allah Taala deyir və pis baxışlardan qorunması və möminlərin tanınması üçün ki, bunlar iffətli xanımlardır, bunlar hörmətə layiqli xanımlardır. Bu cür şəkildə yəni geyinməkləri Allah tərəfindən əmr olunur. Bəs ən başlıca nöqtə budur ki, hicab Allahın əmridir qadınlara. Yəni kiminsə özündən uydurduğu bir məsələ deyil, açıq-aşkar ayədir. Lakin yəni bu ayədə Allah Taala bizdən istəyir ki, hicabı öz kəramətimiz üçün, öz hörmətimiz və izzətimiz üçün seçib, yəni pis və çirkin baxışların müqabilində sipər edək. Yəni maneə yaradaq ki, həddi hüdudu təyin edək ki, onlar bizdən sui-istifadə edə bilməsinlər. Və öz rahatlığımız üçün hicabı seçək və onu Allaha yetişmək üçün bir vasitə bilək. Amma əməl sahəsində hansı işləri görməliyik ki, hicab məsələsi cəmiyyətdə öz yerini tapsın? Birincisi budur ki, öz geyimimizdə ilahi dəyərlərə önəm verək. Yəni geyimimizi belə Allahın yəni buyurduğu qayda qanuna əsasən seçək və geyinək. İlahi dəyərlərə önəm verək, diqqət edək. Bunu dini kimliyimizi müəyyən etmək üçün, dini kimliyimizi insanlara tanıtdırmaq üçün nişanə bilək və insanların müqabilində artıq ehtiyac olmasın ki, mən dillə kiməsə çatdırım ki, mən qadın olaraq hansı dindəyəm və necə hörmət görməliyəm. Ey insanlar, mənim cinsiyyətimə yox, mənim şəxsiyyətimə baxın deyə sanki bizim geyimimiz özü hər şeyi cəmiyyətə çatdıracaq o zaman. İkinci nöqtə budur ki, hicabın fəlsəfəsini araşdıraq, faydalarını öyrənək, ürəyə yatan şəkildə çatdıraq cəmiyyətə. Bir çox insanlar hicabın faydaları barəsində düzgün məlumat verə bilmədikləri üçün, fəlsəfəsini düzgün çatdıra bilmədikləri üçün və yaxud özləri dərk etmədikləri üçün bir də görürsən ki, hicab geyimini geyinirlər, kamil örtünürlər, daha sonra hicabı tərk edirlər və yaxud hicabı açırlar. Bu onu göstərir ki, hicabın fəlsəfəsini, faydalarını qarşı tərəf dərinliklə bilmir və dərk eləməyibdir. Hicabın fəlsəfə və faydalarını araşdırmaq lazımdır. İnsanlara da ürəyə yatan şəkildə bunu çatdırmaq lazımdır. Nəinki qatı bir şəkildə ki, mən insanlara müraciət edim ki, mütləq sən başa çıxsan, cəhənnəmə düşəcəksən filan. Bu cür zəminədən yanaşmayaq. Xoş və qəlbə yatan şəkildə çatdıraq insanlara. Üçüncüsü budur ki, hicabsızlığın zərərləri barəsində dəlillə, məntiqlə danışaq insanlarla. Yəni, əgər biz hicabsızlığın zərərlərini dəlillə, məntiqlə insanlara çatdırsaq, sözsüz ki, insanlar da sanki hicaba dəvət olunmuş olacaq. Bu şəkildə də biz insanları Allahın buyurduğu bu geyim növünə doğru dəvət edə bilərik. Bəs qadın olaraq bilməliyik ki, hicab Allahın əmridir və Allaha ibadət yollarından biri, ən başlıcası budur ki, Allahın vacib buyurduğu əmrlərinə itaət edək. Bu bizim, yəni insanların özündən icad etdiyi bir şey deyil. Allahın birbaşa peyğəmbərə olan ayəsidir ki, hətta bunun hansısa bir izaha belə ehtiyacı yoxdur.
Düzdür ki, geyim növlərindən bəzən sui-istifadə olunur, amma ərəb qrammatikasına əsasən lüğəvi cəhətdən biz burada cilbabdır, başqa sözlərdir. Bunları əgər geniş izah versək, o zaman məlum olacaq ki, bu ayədə hansı növ geyimdən danışılır? Yəni, qadını kamil şəkildə örtən geyimdən danışılır ki, başqa ayələrdə də xumr adında örpəkdən bəhs olunur. Bu yüzden də daha diqqətli olaq, düşmənin siyasətlərinə aldanmayaq və bir çox şəxslər ki, Quran ayələrini düzgün dərk etmədikləri surətdə hicabın vacib olmadığını çatdırırlar insanlara. Gəlin məhz bu ayələri özümüz də bir araşdıraq, görək ki, ərəb qrammatikası baxımından nə cürdür və hansı nöqtələr bizə çatdırılır, təfsirə müraciət edək. Biz sadəcə bugün tərcümədən bizə olan açıq-aşkar, hansı ki Allah Taala'nın səri şəkildə, açıq şəkildə çatdırdığı mövzular idi. Onları qeyd etdik və inşallah ki, ümidvaram ki, xanımlarımız bu məsələdə özləri də araşdırma apararlar, özləri də təhqiq apararlar, daha diqqətli olarlar. Hətta hicablı xanımların özləri belə geyimlərində, örtünməklərində daha kamil şəkildə riayət etməyə çalışarlar. Allahdan sizə təqvalı, imanlı, bərəkətli bir ömür və günlər arzulayıram. Bugünü isə Allaha əmanət edirəm. Sağ olun, salamat qalın.